22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük, dəyərli izləyicilər. Əvvəlcə sizə cəbhədəki son proseslər haqda önəmli məlumatlar açıqlayacağıq. Daha sonra isə bugünkü mövzumuza keçid alacağıq. Cəbhədə ordumuzun irəliləyişi davam edir. Düşmən ağır zərbələr alaraq darmadağın edilir. Ordumuz Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətlərində irəliləyib, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad olunub. Düşmən qoşunlarının idarə edilməsi itirilib, hərbi texnika, silah və sursat, ərzaq çatışmazlığı var. Tavuş və Sisyandan gətirilən qüvvələr döyüşməkdən imtina edərək fərarlıq edib. Bundan başqa, dünən Zəngilan Qubadlı istiqamətində ordumuzun nəzarəti altında olan yerlərə erməni diversiya qrupu hücum etməyə çalışıb. Hamısı məhv edilib. Həmçinin cəbhəyə gələn könüllü qruplaşma da məhv edilib və 8 erməni hərbiçisi əsir götürülüb. Cəbhə bölgəsində olan jurnalistlər bildirirlər ki, minlərlə erməni əskərin meyidi səngərlərdə, dərələrdə yıxılıb qalıb. Hətta bəzi yerlərdə o qədər düşmən meyiti var ki, ora yaxın durmaq belə mümkün deyil. Belə bir şəraitdə Ermənistanın baş naziri Nikol Paşinyan xalqını qırğına verməyə davam edir. Rusiyalı hərbi ekspert Vladislav Şurigin Azərbaycanın hücum əməliyyatlarını belə ifadə edib. Bu günlərdə təxminən 1 saat PUA-ların videosuna baxdım. Bu sadəcə qırğındır. Onlarla yox, yüzlərlə hücumdur. Artıq heç bir əhəmiyyətli komanda məntəqəsi, ambar, artilleriya mövqeyi, tanklar qalmayıb. İndi ov 3-5 əskər qruplarına qarşı gedir. Havada tam hökmranlıq var. Baxdığım bu videoda ölənlər sadəcə yüzlərlədir. Paşinyanın total səfərbərlik çağırışı yalnız öz əskərlərinin məhv edilməsidir. O sadəcə ikiyüzlü avantüristdir. Ateşkəs və danışıqlar lazımdır. Ermənistanı Qarabağda tam məhvdən xilas edəcək yeganə şey budur. Rusiya bu savaşa müdaxilə etməyəcək. Statın sonu. Cəbhədən son məlumat çatdıran hərbi jurnalist Səxavət Məmməd yazır. Axşam saatlarından başlayaraq döyüşlər ciddi şəkildə davam edir. Düşmən yenə Tərtər və Ağdamın yaşayış məntəqələrini hədəf almışdı. Azərbaycan artilleriyası isə Ağdərə, o istiqamətdəki bütün yüksəklikləri vurub. Ağdamda yerləşən artilleriyamız isə Sağcina, Şahbulaq, Şotlanlının üstü, Uzundərə, Solcina, Xocavənd, Qarakənd, Əskəran və digər yüksəklikləri şumluyur. Artıq müqavimət göstərə bilmirlər. Bunu deməyə səbəbim var. Ya artilleriyalarının böyük hissəsi məhv edilib, ya da döyüş meydanını tərk edirlər. Dünən də yazmışdım, bu artilleriya zərbələrimizin bir nəticəsi olmalıdır. Nəzarət də, üstünlük də, irəliləmə də tərəfimizdədir. Məlumdur ki, müharibə itkisiz olmur. Tarixi torpaqlarımızı azad etdiyimiz vaxtda təəssüf ki, itkilər də veririk. Xüsusən son vaxtlar cəbhə bölgəsindən videoların yayılması halları artıb. Hərbi ekspertlər, ehtiyatda olan zabitlər də bununla bağlı həyəcan təbili çalır. Şair jurnalist Akşin Evren sosial şəbəkə hesabında məsələ ilə bağlı çağırış edib. O, cəbhədə telefonun yaratdığı təhlükədən bəhs edib. Akşin Evren yazır. Təhlükə var. Müdafiə Nazirliyi ilə daimi kontaktda olan dostlar, media nümayəndələri rəhbərliyə çatdırmalıdır ki, hərbiçilərimizə olduqları yer haqda video çəkib kiməsə göndərmək qadağan edilsin. Laçında çəkildiyi iddia edilən videoda zabitlərimizin yeri də, rütbəsi, general-polkovnik olması da vurğulanır. Bu sadəcə dəhşətdir. Nəzərə almaq lazımdır ki, biz ora yeni gəlmişik. Ermənilər isə 30 ildir oradadır və nəinki ərazini tanıyırlar. Hətta az qala ağaçdakı meyvələrin də yerini bilirlər. Koordinatlar ovucularının içindədir. O videoların yayılması tam bir fəlakətdir, ciddi səhvdir. Bildiyimə görə bir müddət əvvəl məhz video məsələsinə görə 2 şəhid vermişik. Bundan dərs çıxarmaq lazımdır. Sizə göndərilən videoları hətta ən yaxınlarınızla belə paylaşmayın. Çünki sürətlə yayılır və erməni qruplarında paylaşılır. Allah xalqımızı, ordumuzu qorusun. Qələbə bizimlədir. Statın sonu. Bildiyimiz kimi milli qəhrəman, tanınmış polkovnik Şükür Həmidov şəhid olub. O, Qubadlı uğrunda gedən döyüşlər zamanı həyatını itirib. Ən önəmli məqam isə polkovnikin ölümündən əvvəl sosial şəbəkələrdə onun videosunun yayılmasıdır. Belə ki, düşmənin sosial şəbəkədə yayılan video vasitəsilə koordinatları öyrəndiyi və onu şəhid etdiyi deyilir. Şükür Həmidovun döyüşlərdə böyük şücaət göstərdiyi, düşmənə ağır zərbələr endirdiyi bildirilir. Əziz izləyicilər, bu məsələ bir daha göstərir ki, hərbiçilərimizlə bağlı videoları yaymaq olmaz. Bununla onların həyatını təhlükəyə atmış oluruq. Məlumata görə artıq Prezident İlham Əliyev milli qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Prezident Şükür Həmidovun şəhid olması ilə bağlı başsağlığı verib və qeyd edib ki, o hələ aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb.
Ali Baş Komandan qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulayıb. Son məlumatlara görə ordumuz Şükür Həmidovun qisasını almağa davam edir. Ermənilərin bir neçə yüksək rütbəli zabiti məhv edilib. Öldürülənlər arasında ermənilərin milli qəhrəmanı, batalyon komandiri polkovnik Ara Avagyan da var. Bildirilir ki, Avagyan 1992-ci ildə Şuşanın ələ keçirilməsində birbaşa iştirak edib. Onun ölümü Ermənistanda matəm kimi qarşılanıb. Əziz dostlar, cəbhədən xəbərlər verməyə davam edəcəyik. Videolarımızı izləmək üçün kanalımıza abunə ola bilərsiniz. Allah əskərlərimizi qorusun. Zəfər bizim olacaq.